Xankəndidə məşhur restoranın qarşısında insident olub. Lentazın yaydığı məlumatda bu barədə qeyd olunur ki, hadisə Kərkicahan qəsəbəsində yerləşən Şah Əsəri restoranının qarşısında baş verib. 23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirib şöbəyə dəvət eləsələr də qanuni tələbə məhəl qoymayıblar. Nəticədə hər iki şəxs saxlanılaraq şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokol tərtib olunub və məlumata görə hadisə günü restoranda bir xanımın ad günü məclisinmiş və həmin xanımın tanışı olan 23 və 22 yaşlı həmin bu dostlar da orada iştirak ediblər. Axşam saat 22 radələrində həmin o xanımlardan, xanım qonaqlardan birinin anası gəlir, sərxoş halda içkili vəziyyətdə olan qızını aparmaq istəyir. Bu zaman həmin bu gənclərlə o qızın anasının arasında mübahisə yaranır və onlar restoranın önündə nalayiq ifadələr işlədərək asayişi pozurlar və məhkəmənin qərarı ilə 23 yaşlı gəncə 20 gün, digərinə isə 15 gün müddətinə inzibati qaydada həbs verilir. Görün, inkişafımız hara qədər gəlib çıxıb, qızın anası gəlib qızını aparmağa, bunlar ona nətər deyərlər, imkan vermirlər.